digər ərazilərimizdə də yağıntılı hava şəraiti müşahidə olunub. Məsələn, şimal-qərb bölgəsində rayonlarda bir sıra fəsadlar törədib yağış, çaylarda sululuğun artması, körpüləri uçurub, sel gəlib, sakinlərin gediş-gəlişində çətinliklər yaranıb. Sıradakı sujetimiz ölkəmizin şimal-qərb bölgəsindən olacaq. Görək, orada vəziyyət nə yerdədir və yağış nə kimi özünü göstərib, insanlara zərər vurub. Su ötürücü yağan yağışların suyunu götürmür. Tez-tez olur. 2 gün qabağa dağılmışdı, düzəltmişlər. 2 gün, yenə 2 gündən sonra yenə dağılır. Bizim də məsələn sahələrimiz, əkin sahələrimiz aşağı, kənddən aşağı hissədədir, keçə bilmirik. Məsələn, bugün işlərimizi apara bilmədik, işləyə bilmədik. Çörək yemək həmişə özümü təhlükəyə atıb, cəmaət aşçı qatıb, bilmirik nə tərəyə. Çörək, su, yəni sel sular, daşqınlar, pis vəziyyətdədir, işıqlarımız yox. 3-4 gün əvvəl bu yollar təmir olunmuş, yaxşı vəziyyətdə idi. Dünən yağan yağışların nəticəsində Göynüyün baş şabalıqla birləşdirən ərazisində körpünü su aparmış və indi bərbad vəziyyətə düşmüşdür. Kənd yolları çox çətin, acınacaqlı vəziyyətdədir. Bələdiyyənin imkanları daxilində mümkün deyildir. Suvarma Sistemləri İdarəsinin köməkliyi ilə çayda selin qarşısı alınmış, əhalinin hərəkət etməsi üçün şərait yaradılmışdır. Selin gur gəlməsi və yaxud da ki, çayda müəyyən sululuğun artması bu indi göz qabağındadır. Bu müəyyən bir formada yağıntılar səbəbindən bu hal müşahidə olunur. Amma orada diqqətimi çəkən başqa bir nüans oldu ki, deyir 2 gün əvvəl burada körpünü hazırlamışlar. Heç 2 gün keçməyib ki, sel yuyub o körpünü də aparıb. Yəni, heç olmasa bu körpü necə hazırlanıb, necə təmir olunmuşdu ki, onu 2 gün belə selin qarşısında dayana bilmədi, onu su yuyub apardı. Hər halda bunu tikərkən, düzəldərkən heç olmasa bu nüanslara da bir diqqət eləmək lazımdır və nəzərə alsaq ki, insanların qarşı tərəfindən, deyək ki, rayon mərkəzi ilə və yaxud da ki, alış-verişlə bağlı məsələlərdə keçidi mütləq lazımdır. Əks halda onların bir növ sanki əlaqəsi kəsilir və çayı adlaya bilmirlər qarşı tərəfə keçməyə. Müəyyən ərzaq problemi yaranır və sakinlər də belə bir çətinliklə üzləşirlər. Hər halda, bilmirəm, indi körpü də əslində normal tikilənə bənzəyir, ən azından o çaya qədər olan hissəsində. Amma sonra görünür onun təməlini falan necə qoyublarsa elə bir dənə sel gələn kimi yuyub aparıb. Yaxşı keç olmasa indi yuyub aparıb. Yoxsa məsələ